Əziz abituriyentlər, bugün sizlərə ABC Akademinin çıxardığı 44 sınaqdan birinci bölmənin 3-cü sınağının izahına baxacağıq, müəyyən suallarına. Onlayn dərslərimizə və yaxud da sınaq qruplarımıza qatılmaq istəyirsinizsə 051 447 0251 nömrəsinin WhatsApp ilə əlaqə saxlaya bilərsiniz. Vaxt itirmədən gəlin suallarımıza başlayaq. Deyil, şəkildə verilən orqanoid haqqında hansı fikir yanlışdır? Şəkildə verilən orqanoid görürük ki, biz Holgi kompleksidir. Kanallar və boşluqlarından lizosomlar formalaşır. Bir doğrudur. Hüceyrə membranlı yenilənməsində iştirak edir. Bu da doğrudur. Membranın üzərində yağ və karbohidratlar sintez olunur. Doğrudur. Bir membranlı da doğrudur. Membranları üzərində ribosomlar yerləşir. Xeyr, yanlış cavabımız budur. Sonra keçək 2. İnsan hansı hüceyrələrində mitoz prosesi baş versə də sitogenez baş vermir. Sitogenez hüceyrənin bölünməsidir. Deməli, hüceyrə bölünməsi baş verməyən. Biz burada enna-zolaqlı əzələni götürəcəyik. Nəyə görə? Çünki enna-zolaqlı əzələ çox, belə deyək də, nüvəlidir. Nüvələr bölünür, sayını artırır, mitoz bölünmə keçirir. Lakin hüceyrə sayı artmır. Ona görə cavab Y. Sonra 3 nömrəli sual. DNT molekulunda deyir 2 qat hidrogen rabitələrinin sayı, karbohidratların və fosfat turşu qalıqlarının sayının cəmi 4830'dur. Bu DNT molekulunda adenin azotlu əsaslarının sayı 230 olarsa, cəmi neçə hidrogen rabitəsi var? Deməli, ilk öncə biz bilməliyik ki, adeninlə timin arasında olan hidrogen 2 qat hidrogen rabitələrinin sayı, yəni 2 yox da, bax burada görürsünüz, bir dənə 2 qat rabitə var. 2 qat rabitənin sayı bərabərdir adeninin və yaxud da timinin sayına. Adeninin sayını bizə 230 verir. Deməli, 2 qat hidrogen rabitələrinin sayı da 230'dur. Bu zaman karbohidratların sayını mən bilmirəm, x-dır. Fosfat turşusu sayı da karbohidratların sayına bərabər olduğuna görə 2'dir. Mən burada 230 üstə gəlinsin 2x bərabərdir 4830 yazsam. Buradan 2x bərabər olmuş olar. Digər tərəfə keçsə 4600. Buradan da x bərabərdir 2300. Mən burada x nəyə demişəm? Karbohidratın və fosfat turşunun sayına. Bunlar da nükleotidin sayıdır. Deməli, elə burada mənim tapdığım 2330 nükleotiddir. Sonra mən bu 2300 nükleotidin üzərindən adenin və timini sayını çıxsam, yəni 2300'ün üzərindən çıxmalıyam. 230 adenin varsa, 230 da timin var. Cəmi 460'ı. Buradan alacaq 1840. 1840 isə sitozinlə guaninin cəmidir. Mən sitozinlə guaninin birinin sayını tapmaq istəsəm, 1840'ı bölməliyəm 2-yə. Sitozinlə guaninin sayını tapım. Bu da mənə 920 verəcəkdir. Və məndən nə istəyir? Cəmi neçə hidrogen rabitəsi var? Mənim artıq əlimdə guaninin və yaxud da sitozinin sayı var. Ümumi nükleotidin sayı var. 2300'ün üzərinə 920 gələrəm. Alaram A variantını 3220'ni. Sonra keçək növbəti 4-cü şəkilə. Burada bizə deyir ki, şəkildə meyoz bölünmənin müəyyən fazası göstərilmişdir. Qütblərə görürsünüz tək xromatidli çəkilib. Tək xromatidli çəkilirsə, deməli anafaza 2'dir. Anafaza 2. Anafazada düstur 2N olduğuna görə, elə mənim burada canlımın içərisində olan xromosomun cəmi onun xromosom sayına bərabərdir. 1, 2, 3, 4, 5, 6, 7, 8. Deməli, bu canlının 2N-i 8'ə bərabər imiş. A variantı. Keçək 5'ə. Deyir, şəkildə hansı rəqəmlə verilmiş maddə monomer, monosaxariddir, karbohidratlar olmalıdır. Burada 1, 2 və 3 zülaldır, 5 lipiddir, 4 isə karbohidratdır. Ona görə cavab olacaq D. Sonra 6 deyir, şəkildə göstərilən reaksiyada birinci fermentin quruluşunda dəyişiklik baş vermişdi. Lap yaxşı. Yəni birinci ferment olmazsa K olmaz. K yoxdursa F də yoxdur. O zaman cavabımız olacaqdır 6'da A variantı. Bizdə deyir hansında sintezi pozular. Hansı ki bu sualın eynən bu şəkildə olanı Elşad Əliyevin quiz kitabında, qiymətləndirmə kitabında var. 7.
DNT-nin molekulunda olan sitozin azotlu əsaslarının cəmi M. Deməli, sitozinin sayı M-dirsə, guaninin də sayı M-dir. Adenin azotlu əsasının sayını isə verir N. O zaman timin azotlu əsaslarının da sayı N-dir. Bizdən hidrogen rabitələrin sayını istəyir. Bunu biz necə tapa bilərik? 2N üstə gələk 3M kimi tapa bilərik. 5. Bir də ümumi nükleotidlərin üzərinə sitozinin ya da guaninin sayını gəlməklə ümumi nükleotidlər 2N, 2M. Deməli, 2N üstə gələk 2M, bir də üstə gəlinsin, sitozinin sayından 3-ü götürə bilərəm. Bu zaman cavab olar B variantı. Keçək 8-ə. Deyir, 2 qat mayalanma prosesində 30 ədəd qamet iştirak etmişdir. Normalda bir mayalanmada, 2 qat mayalanmada 3 qamet iştirak edir. Deməli, 30-u 3-ə bölsəm, burada deməli 10 ədəd mayalanma prosesi gedibdir. 10 ədəd çiçəkdə və yaxud da rüşeym kisəsində. İndi bir rüşeym kisəsində isə 7 dəfə mitoz gedir. 10 dənə rüşeym kisəsində isə 70 mitoz gedəcək. Lizosomlar maddələr mübadiləsinin neçənci mərhələsində iştirak edir? Birincisi, lizosomlar hüceyrə daxili həzmi həyata keçirir. Hüceyrə daxili həzm isə birinci hazırlıq mərhələsi olur. Cavab A variantı. Sonra növbəti keçək 10 nömrəli sualımıza. Deyir, DNT molekulunda adenin və guanin azotlu əsasları, deməli adenin və guaninlərin cəmi M-dir. Əgər adeninlə guaninin cəmi M-dirsə, sitozinlə timinin də cəmi M olmalıdır. Bu molekulda sintez zamanı ayrılan su molekullarında cəmi neçə proton olar? Biz bilməliyik ki, bu 2 zəncirlidir DNT molekulu. DNT molekulunda nükleotidlərin sayını 2 əksiyi qədər su çıxmalıdır. Burada toplayanda 2M-2. Bu oldu bizim suyumuzun molu. Proton sayını istədiyinə görə də suda da 10 proton var. Vurmalıyıq ona. Cavab B variantı. Sonra keçək. Fotosintez prosesinin gedişinə təsir edən xarici amildir. Xlorofilin miqdarı yarpağındır, daxilidir. Yarpağında olan ağızcıqların sayı yarpağın daxili, belə deyək də, amildir. Fermentlərin miqdarı yarpaqda, bitkidə olan bir şeydir, daxilidir. Fotosintezə gedən sətin sahəsi, bu da yarpağa aid olan daxili amildir. Amma karbon qazın miqdarı xaricdə olduğuna görə xarici amil götürülür. Sonra keçək 12-yə. Deyir, bir DNT molekulunun tərkibində 2 ədəd oksigen olan azotlu əsaslar olmazsa, bu sahədə amin turşu kodlaşdıran neçə triplet olar? Deməli, biz bilməliyik ki, adenində oksigen atomu yoxdur. Timinlə urasildə 2 oksigen atomu var. Buradan qeyd edim. Timin var, urasildə 2 dənə oksigen atomu var. Sitozinlə guanində 1 oksigen atomu var. Adenində isə 0, yəni oksigen atomu yoxdur. Burada da bizə deyir, DNT-də 2 ədəd oksigen olan. DNT-də biz bilirik ki, timin var. Timin deyir olmazsa, əgər timin yoxdursa, sitozin də yoxdur. Bu zaman bizim DNT-miz guanin və adeninlərdən ibarət olacaq. 2 dənə nükleotid varsa, bunu 3-3 kodlaşdırsaq, 2 üstü 3, bu bizə cəmi verəcək 8. Bu 8 dənədən deməli birini bizə deyir ki, kodlaşdıran neçə triplet olacaqdır? O zaman cavabımız 8 olar. Elə B variantı. Çünki kodlaşdıra bilənlər budur. Keçək 13-ə. 13 tipli sualın sizə qısa variantını öyrədəcəm şimdi. Buna diqqətlə baxaq. Deyir, DNT molekulunun ikinci zəncirinə komplementar məlumat rentinə uyğun gələn nəqliyyat rentinin triplet ardıcıllığını müəyyən edin. İlk öncə siz burada nəyə diqqət yetirirsiniz? Bizə deyir ki, ikinci zəncir. Bu deyil. İkinci zəncir. Həmin bu ikinci zəncirin üstündə qurulan məlumat rentinin. Üstündə qurulan elə bu olacaq, amma timinləri urasillə dəyişməliyik. Sonra deyir, bu üzərində qurulan məlumat rentinin üstündə qurulan nəqliyyatı. Bu zaman biz elə həmin bu zəncirin özünü götürürük. Sadəcə olaraq timinləri urasillə dəyişmək lazımdır. Timini urasillə dəyişək. Və bunun üçün də uyğun olan UGS, UAU, GGU A variantı olar.
Sualların davamını da növbəti videolarda çəkəcəm. Siz videoları bəyənib kanala abunə olmağı unutmayın ki, digər videolar gəldikdə xəbərdar ola biləsiniz.